Top çəl meydançasına ötürüldü. Başla qapıya zərbə, amma top qapının üstündən keçir. İlk təhlükəli vəziyyəti məhz Xəzər Lənkəran yaratdı standart vəziyyətdən sonra. Ötən il isə çəl meydançasına qarşılıq və qapıya zərbə. Top qapının üstündən keçir. Qarabağın əsas müdafiədəki dirəklərindən biri sayılır. Agoli. Anti-Agoli. Çəl meydançasına onun ötürməsi. Orxan Sadıqlı səhvə yol verir, ancaq top qapıdan aralı keçir. Daha bir gol imkanını Qarabağ əldən verir. İkinci dəfədir ki, Orxan Sadıqlı'nın bəxti gətirir. Yəqin ki, bu oyundan sonra çətin ki, Xəzər Lənkəranın məşqçilər korpusu əsas qapıcı kimi Orxan Sadıqlı'ya şans versin. Yaxşı təsir baxışan legionerlər məhz Qarabağın heyətindədir. Top çəl meydançasına ötürülür. Leroy Joycun başı qapıya zərbəsi, amma top qapıdan aralı keçir. Yenidən Qarabağ komandası bu oyunu izləyir və yetirmələrinin bəzi epizodlarda nə dərəcədə səhv yol verdiklərini görür. İndi isə Lənkəran klubunun təhlükəli hücumu qapıya zərbə olacaq mı? Seyid irəli çıxdı və komandasını qoldan xilas etdi. Leroy George Sarjantdan iki futbolçunun keçdi. Vüqar Nadirov qapıya zərbə və top müdafiəçi edərək meydandan çıxır. Reynaldo Silva'nın ötürməsi Vüqar Nadirov cəl meydançasına daxil olur. Vüqar Nadirov qapıya zərbə. Orxan Sadıqlı komandasını qoldan xilas etdi. Ancaq ikinci zərbə Reynaldo Silva'da alınmır. Çombinyo yaxşı oynadı. Uzaqdan qapıya zərbə və top qapı dilinə dəyir. Çombinyo hesab aça bilərdi. Çox təhlükəli bir zərbə. Çox aydın görünəcək. Bəli, qapıcı əslində topu dəf etdi. Mənə elə gəldi ki, top qapı dilinə dəyib. Ancaq Orxan Sadıqlı bu epizodda topu çətinliklə də olsa da. Reynaldo Silva cəl meydançasındadır. Reynaldo və top qapıdan keçmir yenə də. Reynaldo Silva. Çox gözəl uzun ötürmə və yenə də məğlub ayrıldılar qapıçını. Keçə bilmədilər və birinci hissə. Eləcə də Thiago de Jesus da rəqibin cəl meydançasındadır. Qapı qarşısında daha bir ötürmə. Başla qapıya zərbə və gol! Xəzər Lənkəran hesab açır. İkinci hissənin əvvəli və golun müəllifi Skarlataki'dir. 27 nömrəli futbolçu Manuel Skarlataki Rumıniyalı legioner Xəzər Lənkəran azarkeşlərlə bu golu qeyd edir və ötürülür və Skarlataki'nin başla zərbəsi Benuahi ikinci zərbəni yerinə yetirdi. Skarlataki burada Qarabağ müdafiəçiləri ilə mübarizədən qalib ayrılaraq topu başla qapıdan keçirir. 1-0 oyunun artıq son anlarıdır. Top cəl meydançasına ötürülür. Başla qapıya zərbə, amma top qapının üstündən keçdi. Artıq görüş başa çatır və